Hə. Sonra gelmişik Qəhrəman Tərtərdir bura. Yəni ki, Heydər babamızın yanındayıq. Yəni ki, özümüz də onun əsgəri olmuşuz da. Yəni ki, gəlmişik burada icra hakimiyyəti qarşısıdır. Yəni çəkiliş edirik ki, yəni ki, Qəhrəman Tərtəri biraz böyüdək də. Yəni ki, bu Qəhrəman Tərtər yəni 1992-dən 1996-da bir qarış torpaq vermədi də. Yəni bax, o arkada duran kişinin sayəsində və bizim kimi oğlanların sayəsində qoymadıq da heç bir ölkə bizim ölkəyə keçməsin. Yəni o Xocalının soyqırımını almışıq, vətən yolunda canımızı qoymuşuq, indi də vətən qaysıyıq. Bəlkə buradan da başçının bütün